Yaz fəslində elə göyərti məhsullarına da tələbat artır. Tovuzda isə bu tələbatı bir kənd öhdəsinə götürüb. Kənd sakinləri becərdiyi məhsulları yalnız Tovuz bazarına deyil, həm də Gəncədən və Şəmkirdən gələn müştərilərə satırlar. Əməkdaşımız Ayşən Namiq qızının yalnız göyərti yetişdirilən kənddən reportajı. Tovuzda şəhər sakinlərinin göyərti məhsullarına olan ehtiyacını bu kənd qarşılayır. Söhbət Tovuzun Hunanlar kəndindən gedir. Kənddəki fərdi təsərrüfatlarda yalnız göyərti yetişdirilir. Onlar deyir ki, satışla bağlı heç bir problem yoxdur. Rayonlardan alverçilər gəlir özləri, qapıda götürürlər. Özümüz də aparırıq, rayonun alverçilərinə veririk. Gəlir 20 qəpiyə, 25 qəpiyə alır, 30, 35, 40 qəpiyə də özləri. Hazırda soğanın, turpun yığılma vaxtı qutarır. İndi bu dəqiqə hal-hazırda köhnə pazıların yığımı başlayır. Dekabrdan səpinə başlanılan turpun indi yığım vaxtıdır. Bir ləkdən il ərzində 4-5 dəfə məhsul götürmək mümkündür. Hər yığımda turp ləklərindən 100-150 dəstə məhsul götürən əkinçilər deyir ki, məhsullarını yalnız Tovuzlu satıcılar deyil, həm də Gəncədən və Şəmkirdən gələn müştərilər alır. Bazarlarda müxtəlif qiymətlərə satılan məhsulları əkinçilər elə sahədə satmağa üstünlük verirlər. Bazara maşın tutursa və kirə pulu verirsək, qapıda vermək bazardan sərfiyəlidir. Bazarda 20-yə götürülür, indi bu qapıda 13 qəpiyə götürüləcək. Kəndin sakinləri kimi satıcılar da göyərti məhsullarını sahədə almaq üstün tuturlar. Satıcılar etiraf edir ki, yerində ucuz alınan məhsullardan daha çox qazanc əldə edirlər. Bax, soğan, aştərə, turp, 2-30 qəpiyə spanaqdır, nə bilim, 30 qəpiyə, 20 qəpiyə, ucuzdur hamısı, yaxşıdır. 30 qəpi turp, 30 qəpi aştərə, 30 qəpi soğan, ondan sonra çüyüd 30 qəpik, hamısı belə danır. Onu da deyək ki, əkinçilər toxuma da pul vermir. Onlar deyir ki, toxumu özləri yetişdirdiyi üçün məhsul daha ucuz başa gəlir. Həm də bu toxumlar daha məhsuldardır. Ayşən Namiq qızı, Royal İslam, Tovuz.